Ey oğul, bil və aca ol ki, hər nə alırsan, bolluqda al. Hər nə satırsan, qıtlıqda sat. Qazanmağa çalış və bundan utanma. Əgər ev, kənd, torpaq, ümumiyyətlə alınıb satıla bilən hər nə alırsansa, qanuna riayət et. Deyiblər ki, almaq istəyərkən əldən iti ol. Kənə döyməyi unutma. Kənə döyüb ucuz almaq qazancın yarısıdır. Lakin hər nə alsan, onun xeyir və ziyanını bilib almaq lazımdır. Müflis olmaq istəmirsənsə, qazanmamış xərcləmə. Mayana ziyan vurmaq istəmirsənsə, axırı zərər olan mənfəətdən qaç. Çox varlı olub, yoxsulluq istəmirsənsə, paxıl və həris olma. Hər işdə səbirli ol. Səbirli olmaq ağıllı olmağa bərabərdir. Bütün işlərdə öz xeyrinə laqeyd olma. Çünki laqeydlik axmaqlığa bərabərdir. İşin dolaşsa və məşğələ qapıları üzünə bağlansa, özünü itirmə. Səriştəli ol. İşlər öz qaydasına düşənə qədər səbr et. Tələsməklə heç bir iş düzəlməz. Almaq məsələsinə gəldikdə, ev almaq istəyirsənsə, elə şüşədə al ki, adamlara etibarlı olsun. Şəhər kənarında alma. Divar altında olanını alma. Ucuzluq xatirinə dağılmış alma. Hər şeydən əvvəl qonşusuna bax. Deyiblər, əvvəl qonşu, sonra ev. Müdrik büzürcü Mehir demişdir. 4 şey böyük bəladır. Birinci pis qonşu, ikinci böyük ailə, üçüncü naciz arvad, dördüncü ehtiyac. Heç vaxt alimlərin və dövlət xadimlərinin də evini alma. Çalış elə kişidə ev al ki, orada hamıdan dövlətli sən olasan. Lakin etibarlı qonşu seç. Elə ki ev aldın, qonşuna hörmət et. Onun haqqını tapdalama. Belə deyiblər, qonşunun haqqı daha böyükdür. Küçənin və məhəllənin adamları ilə mehriban dolan, xəstələrinin keyfini soruş, təziyə yerlərinə get, cənazələrini bastırmaqda iştirak et. Ümumiyyətlə, qonşuya bütün işlərində kömək et. Şadlıqları ilə şadlan, öz imkanına görə pay göndər, hədiyyə ver. Beləliklə, sən küçənin ən hörmətli adamı olarsan. Küçə və məhəllənizin uşaqlarını xoş dindir, başlarını sığalla, qocalarının keyfini soruşub hörmətlərini saxla. Küçə məscidindəki cəmaat namazında iştirak et. Ramazan ayında məscidə şam və çılçıraq göndərməkdə çahallık etmə. Sən xalqla necə rəftar etsən, o da səninlə elə rəftar edər. Onu da bil ki, yaxşıdan pisdən insanın başına nə gəlirsə öz əməlindən gəlir. Ona görə edilməyə layiq olmayanı etmə. Deyilməyə layiq olmayanı demə. Edilməyə layiq olmayanı edənlər, görməyə layiq olmayan günlər görərlər. Bacardıqca yurdunu böyük şəhərlərdə sal. Elə şəhərdə sal ki, sənin üçün ən əlverişli olsun. Elə ev al ki, sənin evinin divarları başqalarınkindən uca olsun. Cəmaatın gözü sənin evinə düşməsin. Lakin sən də qonşuların evinə baxmaqla onları narahat etmə. Torpaq alsan, qonşusu və quyusu olmayan torpaq alma. Nə alsan, bolluq ilində al. Şəriksiz və şübhəli olmayan torpaq tapsan, şərikli və şübhəli torpaq alma. Torpağın xətərsiz bir dövlət olduğunu bil. Torpaq alanda həmişə onun avad olmasına çalış. Hər gün yeni tikintilər sal ki, hərəsindən bir xeyir götürəsən. Əlbəttə, torpaq və imarətin abadlığı üçün cahallıq etmə. Yalnız abadlıq gəliri artırar. Gəlir istəmirsənsə, onda bütün çölləri və səhraları öz torpağın hesab edə bilərsən. Gəlir isə yalnız abadlıq nəticəsində əldə edilə bilər.